Ma. Rif. Lən. Mayrıqəmbə. Tezdə səhvi var, yaxşı olan səhvi. Amma bir də adminindən soruşdum onu. Yaxşı olan, yaxşı olan. Yaxşı olan. Hər təsvir fırladan kişi olsaydı, mən vəziyyətə də baxsaydım, mollular gələ loto olardı da bu. Təsbih ümumiyyətlə kişiyə yox, mənə elə gəlir ki, bütün müsəlmanlar üçün lazımdır. O da sadəcə zikr eləmək üçün, Allaha ibadət eləmək xatirinə. Kişiyə təsbih onun üçün lazımdır. Kişi təsbih fırlatmalıdır da. Səbəb, özün bilirsən. Səbəb ona görə ki, vaxt keçir. Adamın əsəblərini sakitləşdirir. Yəni təsbihdən təsbiyə də fərq var. Biri var, necə deyim? Tin uşaqların təsbihi var, belə-belə fırladan. Zondan zaddan gəlmiş. Ya təsbihlərin həvəskarları da var. Ya mən onlardan özüm biriyəm. Yəni təsbih lazımsız bir şeydir də, yəni. Yaxşı oğlanlar, özlərini varavskoy hesablayan oğlanlar da güya da, yəni. Ona təsbih fırladılar da özləri üçün. Əslində lazımsız bir şeydir. Xoşbundan işlədilər də kişilər. Bekarsılıq üçün. Kişilər təsbihsiz də kişidir, amma təsbih lazım deyil. Baş təsbih namazda lazım olur, bildiyimə görə. Zikr eləmək üçün. İmamları zikr edirsən, sonra Peyğəmbərimizi zikr edirsən, Allah zikr edirsən. Ondan başqa yəni təsbih nə bilim, var aləmində var təsbih söhbəti. O da valla mən o aləmdən uzaq olduğuma görə o barədə heç deyə bilmirəm. Yəni onu deyə bilərəm ki, mən təsbih namazdan sonra elinən zikirləri, yəni dualardır, onda işlənir. Nəysə cümlələr qarşıda çox sağ olun. Nə bilim, fırlatmağa. Nə lazımdır? Kişiyə. Mollalara lazımdır. Amma belə kişiyə bilmirəm. Kişiyə təsbih fırlatmağa belə. Qayıt tutmağı. Kişiyə təsbih niyə lazımdır? Yaxşı olan təsbih olar, ay biraz. Sındırmaq üçün. Sındırmaq üçün. Sındırmaq üçün. Səncə? Sındırmaq üçün. Təsbihlə sındırmaq olur? Hə, niyə sındırmaq olur? Neyə isə sındırmaq? Söhbətə sınır da. Neyini lazım? Təsbih neyə ki sındırmaq? Belə fırlayır, elə fırlayır. Fındırırsın, şuna. Yox, kişidə təsbih ölçünür, prosta söhbətin artısında sındırmaq üçün lazım olur. İstəyən adam fırladır da öz üçün elə belə vaxt öldürmək üçün. Başqa nəsin kişiyə təsbih deyəndə ki, qadın tutuşa təsbih oynatmayacaq, prosta vaxt öldürmək üçün elə belə əlində. Bəziləri var, indi dövrdə yandan belə ağali deyəcəklər belə. Amma şey elə belə şeydir də vaxt öldürmək üçün. Biraz ağır sağ ol, nəsə. Baxır nə üçün fırladır da? Biri var ki, məsəl üçün fırladan var ki, namaz üstündədir, ona lazımdır. Mən baxır da nə edir? Lap əvvəllərdə o qədim ata-babalarda təsbih yaranan dövrlərdən etibarən o vaxt məsəl üçün köhnə kişilərin kimlərəsə borcu və yaxud da neysə olanda gətirib təsbihini verərmişlər ki, məsəl üçün bu mənim təsbihim qalsın burada, mən gətirib borcumu filan vaxt verəcəm. Verərmiş, sonra təsbihini alarmış. Yəni təsbih belə bir rol oynayıb insanların həyatında. Bırak, mən demərəm, bırak, mən böyük oynayacağım, ağzımı açmaram, bırak. Yox, təsbih elə insan var, səbir üçün fırladır, elə insan cürbəcür şeylər üçün fırladır. Bu misal üçün səbir üçün, rəqəş sakitləşirsən, mən misal üçün belə. Cürbəcür təsbihlər var türmədən gələn təsbihlər. Bu da əldə qayma bir təsbihdir, satışdan götürmüşəm, o belə, bu mənim işim. Hər qardaş, mən bu səbir təsbihdir, əslində bunu sakitləşdir. Məsələn, insanın qollarını görəsən, doğran tutacaq. O belə, başqa bir sual. Sağ-sağ. Mən başqa vurmaq. Mən təsbih heç vaxt istifadə eləməmişəm. Kişi üçün deyirəm, mən kişi sən. Vaxt keçir. Təsbih bir simvoldur da, yəni kişiliyin, məsələn, necə deyim? Emblemdir, elə bir əlində emblem. Yəni səhv söhbətə başda sındırmağa falan, yəni təsbih olur. Düz söhbətə nə etməyə gedir? Hə. Yəni belə təsbih yəni şeydir. Başqalarına salam verib keçdiyi yerdən elə bir bunlar təsbih verib keçirlər, göstərirlər. Təsbih vurub keçirlər oradan. Hə, başlarına vurub. Təsbih kişiyə yaxçı oğlanları sındırmaq üçün lazımdır. Sonra elə yaxçı oğlanları da sındırmaq olar. İstəsən yaxçı oğlanları sındırmaq olar. Bu qədər çox sağ. Sındırmaq üçün. Sağ ol. Sağ ol. Adın nədir? Kişiyə təsbih nə üçün lazımdır? Görürüm. Prosta bir sofkalığa da bəzən lazım olur da. Sofkalığa bak, hop hop. Bunun getdi ama. O pakenden sağ.
Salam hocam. Təsbih kişiyə nə üçün lazım? Bir dəqiqə Frans Kafkanın kitabını oxudum, təsbihdən gedib və səncədir, Kafkanın nəzəriyyəsinə mən hörmət edirəm. Kafkanın dediyinə görə təsbih kişiyə vacib, yəni vacib şeylərdən biridir. Yəni, kişi əlində təsbih olmalı. İndiki zamanında vəbşi his necədir? İndiki zamanında biraz qəliz məsələdir. Tilsimin bir açarı